Salam əziz dostlar, bugün istəyirəm lobiya küküsü bişirəm. Lobiya küküsü Təbrizin qonaqlıqlarının vazgeçilməzlərindən biridir. Mən üzərinə az bəzək verdim, eləyə bilərsiniz. Zəfəri, qızarmış yer kökü, qızarmış yer almaz, zəriş və girdəkanla bəzək verəsiniz. Narin doğranmış göy lobiyaları suda bişirin. Narin doğranmış yer alma və yer kökləri ayrı-ayrı qızardın. Narin doğranmış qərə badımcanı qızartdıqdan da sonra bir soğanı qızardıb və çərxlənmiş əti də əlavə edib pişirib və tavadan yığın. İndi isə bir böyük kasada qızartdığımız və soğutduğumuz bütün ərzaqları töküb üzərinə doğranmış yirdəkan, qızıl gül tozu, piloluq ədviyə, duz və 5 danadan az olmayacaq yumurta əlavə edib və yaxşıca qarışdırırıq. Yumurtalar az olursa açılır və dağılır. Sevdiyiniz kimi üzərinə bəzək verib isi və ya soyuq serv edə bilərsiniz. Ləzzətli reseptləri ana dilimizdə öyrənmək istəyənlər peycimə bir baş vursunlar. Postları dostlarınıza göndərməyi unutmayın. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.